Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Rasim Balayev, Anar və Ramiz Həsənoğlunun Cavid ömrü filmində. Senari müəllifi Anar, quruluşçu rejissor Ramiz Həsənoğlu, quruluşçu operator İsrafil Ağazadə, quruluşçu rəssam Adil Azay, bəstəkar Cavanşir Quliyev, səs rejissorları Ələkbər Həsənzadə, Tariyel Həsənzadə, prodüser Rasim Həsənov. Cavidin əzəmətli heykəli, üzü qara, astarı qırmızı geyimli iblis qəhqəhə çəkir. İblis! O bey ad nə qədər canibi heyrət! Hər ölkədə, hər dində anılmaqda o şöhrət! Hər qülbədə, kaşanədə, viranədə iblis! Həb Kəbədə, bütmanədə, meyxanədə iblis! Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət. Hər kəs mana sadiq qulkən, bəslər ədalət. Lakin məni təhqir edən, ey əvləh miskin, olduqca müsəllat sənə bil nəfs-i-ləyimin, pəncəmdə dəmadəm əzilib, qıvrılacaqsın. Daim ayaq altında sönüb, məhv olacaqsın. Bənsiz də əmin ol, sizə rəhbərlik edən var. Qan püskürən, ateş savuran kimli krallar, şahlar, ulu xaqanlar, o çılğın dərəbəylər, altun və qadın düşkünü divanə bəbəylər, min hiylə quran türkü siyasilər, o hər an məsbəb çıxaran, yol ayıran xadim ədyan. Onlar, evet onlar sizi çeynətməyə kafir, kafir, sizi qəhrətməyə, məhv etməyə kafir. Ben terk edelim sizleri el-an, nəmə lazım? İçdən gələrək heçliyə olmaqdayım azim. İblis rolunda Məmməd Səfa. İblis nədir? Kim xəyanətlərə baiz? Ya hər kəsə xain olan insan nədir? İblis! 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 İblis. Masanın üstündə qum saatı. Mircəfər Bağırov qum saatını üzü aşağı çevirərək və ağır-ağır nəfəs alaraq kresloya əyləşir. Əllərini masanın üzərindəki qovluğun üzərinə qoyur və radiodan eşidilən səsə tərəf boylanır. Çıxış edən Stalindir. Kadr dəyişilir. Zalda əyləşən hərbi və mülki geyimli insanlar Stalinin çıxışını sürətli alqışlarla qarşılayırlar. Stalin laqeydcəsinə stəkana su süzüb içir. Mircəfər Bağırovun kabineti. Səliqəli otaqda ağır-ağır addımlayan katib çıxışı dinləyə-dinləyə pəncərəyə yaxınlaşıb pərdəni qaldırır. Nəzərləri ilə köhnə Bakıdakı bir-biri ilə qarşılaşan tramvayları və asfalt yolla şütüyən maşını fikirli-fikirli müşayiət edir. Qapını açan Müşkünaz xanım həyat yoldaşı Cavidi gülər üzlə qarşılayır. Haradaydın? İşim vardı. Nə iş? İndi bilərsən. Uşaqlar gəlib. Dərsdədirlər.
Cibindən çıxardığı qızıl qabını həyat yoldaşına uzadır. Al bax. Bu nədir? Bax da. Ay aman. Bu hardandır? Dükandan. Bu sırğalardan xoşun gəlmirdi. Əhd eləmişdim ki, bunu sənə alacağım. Çox sağ ol. O qədər xərcimiz var ki. Pulu hardan tapdın? Tapdım da. Kinofabrika mənlə müqavilə bağladı Koroğlu senarisinə görə. Bugün behini verdilər, getdim sırğaları götürdüm ki, sonra satarlar. Yaraşıb? Baxın. Yaraşır da sözləri. Əla. 1934-cü il 18 sentyabr. Bədai teatrının qarşısı. Teatrın direktoru tələsik addımlarla küçədə sağa-sola boylanan Əliliyə yaxınlaşır. Ne oldu? Hiçbiri gelmedi. Ters gibi hiçbiri yoktu. Vesselam. Hala, bugün hükümet geldi tamaşaya. Hükümet. Eşidirsən, ha? Atamı da alma səricəylər mənim. Özün bilərlilik. Ne inirsən elə? Yerin dibindən də olsa Şeyx Sənanı tap gətir. Yoxsa mən sənin atoğu dalva səricəyəm. Bildin? Bu vaxt pencəyini çiynindən sallayan Cəfər ona yaxınlaşır. Ya Allah Əlili, ne olur? Xeyr ola belə həyəcanlısan. Xeyirdi Cəfər. İki şeyx Sənan olanda axırı da belə olar da. Ne olur? Bir gün Abbas oynayır, o birisi gün Ülvü. Bugün heç biri də gəlməyib. Bilmirəm nə edəcəyəm. Bu gün kim oynamalıdır ki? Kim oynayacaq? Abbas Mirzə. Ay Ülvü, ay Ülvü. Nə olaraq Abbas Mirzə oynayan? Sən də aktyorsan da. Bir gəl teatra maraqlan. Bəlkə kişinin başına bir iş gəlib. Ölüb, qalıb. İndi biz neyniyik? Darıxma. İkisindən birini Allah getirər. Gəlməsələr özüm oynayaram. Zarafatın yeridir Cəfər. Sən də zarafat eləməyə vaxt tapmısın. 30 dəqiqədən sonra tamaşa başlayır. Müdür gəlib bu da Əzrail kimi başımı üstüne alıb deyir ki, sənin tüklərini didəcəyəm. O didməsə, bunlar didəcək. Sənə deyirəm darıxma da. Sözlərin hamısını bilirsən. Başdan axıracan. Mizanların hamısı da gözümün qabağındadır. Əşi, boş yerə bu teatrda bitib qalmamışam ki. Əlacımız yoxdur. Onsuz da 20 dəqiq qalıb. Vaxt azdır. Gedək Qrimlə. Gedək. Qrim ustası Cəfəri obraza uyğun hazırlamaqla, Cəfər isə mətni təkrarlamaqla məşğuldur. Bu vaxt Abbas Mirzə ilə Əlili tələsik Qrim otağına daxil olurlar. Cəfər qalx ayağa, Abbas otur. Mən də səhnədəyəm. Şükürlər olsun sənə Allah. Be, görəcək günlərimiz var imiş. Çörəyimizi əlimizdən almaq istəyirsən? Ay Abbas, ay Abbas. Haradaydın? Elə bilirdim bugün Ülvü oynayır. Küçə ilə keçirdim, əlili yapışdı boğazımdan gətirdi bura. Heyf. Heyf ki biraz tez gəldiniz. Hə. Yoxsa sənin də, Ülvünün də xoruzunuzu verəcəkdim qoltuğunuza. Sən Allah. Vallahi. Abbas, Hə. giyinməmsən, ha? Geyinirim. Tez ol. Yaxşı, Gəli baxı. Əcəb adamdırlar. Cavid Müşkünaz xanımla birgə lojadakı yerlərində əyləşiblər. Cavid eynəyini düzəldərək zala boylanır. Bu vaxt Cəfər Cabbarlı onların yanına gəlir. Axşamınız xeyir Cavid əfəndi. Ah, xoş gördük. Salam. Sağ ol. Demişdiniz yadınıza salın. Sabah oxudayım. Gəlsiniz çox məmnun olurum. Yadımdadır, yadımdadır. Mütləq gələcəm. Özü də Müşkünaz xanımla. Çox sağ olun. Sağ ol. Cəfər sağollaşıb gedir. Teatrın direktoru hövülnak bir lojaya girib, başının hərəkəti ilə üzbəyizdəki lojanı göstərərək əl çalır. Bütün tamaşaçılar dərhal yerlərindən qalxaraq alqışlayırlar. Nəzərlər Bağırova tərəf yönəlir. O isə amiranə görkəm alaraq sükutla onların alqışını qəbul edir və əyləşir. İşıqlar sönür. Ağ əbalı və əmmaməli şair səhnədə görünür. Tamaşaçıların alqışı altında aktyor roluna başlayır. Arkadaşlar,
Bu parlayan güneşin feyzi birdi cihanda herkes için. Türkü, Hindi, Ərəb, Əcəm bilməz. Nuru hər yanda artar, əksilməz. Mənəvi bir güneş də var, nəvvar. O da İslam dinidir. Nur simalı insanlarla yanaşı, iblis xislətlilər də mənalı sözlərə hakim kəsilirlər. Aşağı lojada əyləşən teatrın direktoru başını qaldıraraq Bağırova tərəf nəzər salır. Lakin sakın unutmayınız. Bir çok zalim nüma xəyanətkar dini İslam'a rəxnə salmışlar. Halik-i kainat halbuki bir. İşte Kur'an ve Kabe hep birdi. Ehli İslam'a hep bu birliği biz neşr-i ispata gayret etmeliyiz. Mir Cəfər yerindən qalxaraq ləng hərəkətlərlə kostyumunun düymələrini bağlayır, sonra isə əl çalır. Bu hərəkətdən ruhlanan direktor sevinclə və daha yüksəkdən əl çalmağa başlayır. Daha ziyalı və kübar xanımlar səhnəyə yaxınlaşaraq çiçək dəstələrini aktyorun başına səpirlər. Aktyor baş əyərək minnətdarlığını bildirir və yuxarı lojada əyləşən Cavid əfəndini göstərir. Hüseyn Cavid də ona biganə qalmır. Eşq olsun Abbas. Alqış sədaları davam edir. 1926-cı il, Köhnə Bakı. İzdihamlı küçələr. İnsanların çöhrəsində sevinç, təbəssüm. Bugündən etibarən radyomuz müntəzəm verilişlərə başlayır. Bizi hər gün saat 4-dən 6-ya kimi dinləyə bilərsiniz. Bəziləri razılıq əlaməti olaraq papaqlarını çıxarıb ehtiramlarını bildirirlər. Fayton teatr binasının qarşısında dayanır. Faytonda üzbəyüz əyləşən iki nəfər kimin haqqındasa söhbət edirlər. Bir gözündən əlil şəxs ciddi görkəmlə hansısa nöqtəyə baxır. Gələnləri həyəcanla gözləyən teatrın direktoru onları qarşılayır və içəri dəvət edir. Sizi gözləyir. Yeni üsyan. Yeni Azerbaycanlılar oğlunuz Miranşah'a karşı üsyan etmişler. Miranşah, Miranşah. Oranı idare edebilmek için sağlam ve düşünceli bir baş lazım. Heyhat ki Miranşah kimi şaşkınlar bu düşüncelerden pek uzaktılar. Azərbaycan eşsiz bir cənnət bucağı, tükənməz bir sərvət ocağıdır. Lakin əfsus, minlərcə əfsus ki, Miranşahlar oyuncağıdır. Direktorun ehtiramla qarşıladığı iki nəfər lojadan tamaşanı izləyir. Kölə olmaqdan pək zövq alırlar. Və xarici təsirə daha çabuk qatılırlar. Ha! Teymur Kəlbəbur! Yıldırım, Yıldırım. Topal Teymur'u saymayanlar kendi elleriyle kendilerine mezar kazmış olurlar. Teymur Araçani keçmiş, Azərbaycana daxil olmuş. Evet, şimdi Qarabağın sərin yaylalarında, otlu çiçəli obalarında istirahət və şənli ilə məşğuldur. Ah, Teymur, Teymur. Sənin bu dərəcədə sayğısız olduğuna mən inanmazdım. Sivas kimi bir qələyi yandırıb havaya savurmaq sənin həddinmi? Ertuğrul kimi evladım əlimdən almaqmı? Ah, duyğusuz cəllad. Tütək səsi eşidilir. Çal, çal. Evet, Bəxtiyar çoban, çal. Nə Sivas kimi şəhrin əlindən getmiş,
nə də Ərtoğrul kimi oğlun. Direktorun kabineti. Direktor badə və konyak götürüb dəyirmi masa arxasında əyləşən həmin 2 nəfərə yaxınlaşır. Bu piyesə kim icazə verib? Ruhullah Axundov yoldaş. Həmin kəslər bir-birinə müəmmalı şəkildə baxırlar. Bəllidir. Süz. Direktor konyakı badələrə süzür. Əla konyakdır. Get. Cəld konyak dolçasını masanın üstünə qoyan direktor arxası qapıya tərəf sürətlə addımlayır və qapıya ilişir. Ruş olsun. Üzr istəyirəm. Həm yağlı da ha. Teatrın əməkdaşı həyəcanlı görünən direktora yaxınlaşır. Qədir, 3-cü zəngi verin. Mən köpəyoklardan bilib. Ala saat 10:40 çıxmadı. 3-cü gün olmalı deyil. Qoy gedim soruşum. Konyakdan keyflənmiş 2 nəfər artıq lətifə danışmaqla məşğuldurlar. Arvad dəllə ilə kefdə. Qulaq, bu vaxtı əri qapını döyür. Bəlkə özüdür. Kimsən? Gəlmək olar. Direktor otağa daxil olur. Öz qabiliyyətimə icazə istəyirsən? Yox, dedim bəlkə söhbəti özü var. Ada sözümü deyil. Çox üzr istəyirəm. 3-cü zəngi çalmaq olar. Get çal. Get. Get. Sağ olun. Sağ olun. Həm yolundur da. Tamaşa davam edir. Əcəba, məğrur Yıldırım nə düşünür? Düşünəcək bir şey yox. Evet, sən qalibsən. Lakin bu qələbə Türk əqvamını deyil, ancaq fürsət bəkləyən qonşu hökumətləri məmnun etdi. Daha doğrusu İslam aləmini başsız qoydu. Heç maraq etmə xaqanım. Sən kör bir abdal, mən də dəri bir topal. Əgər dünyanın zərrə qədər dəyər olsaydı, yığın insanlara, ucu bucağı yox məmləkətlərə, sənin kimi bir kör, mənim kimi bir topal müsəllət olmazdı. Bu sözü eşidən bir gözdən Əlil cəld lojanı tərk edib çıxarkən direktora deyir. Əcəm tamaşaya çağırdın bizi. Fikir eləmə, bir əncam çəkərik. Ədəbi şurada əsər müzakirə olunur. Topal Teymur ədəbiyyatımızda geriyə atılmış bir addımdır demək azdır yoldaşlar. Köhnə falan çökməyib, gör neçə il keçib. Düzdür, sən onu təysən. Atın. Ay yoldaşlar, axı bu Cavid əfəndidir, belə olmaz. Sən ona baxırma, buna bir bax. Saçı tamam qırxılmış hərbi geyimli adam cəld yerindən qalxır. Sakit, sakit. Sakit olun yoldaşlar. Topal Teymur ideyasız bir əsərdir. Əsər boş təsir buraxır, həm də boşluğu və məzmunsuzluğu ifadə edir. Davam eləyin. Beləliklə, mən dediklərimi bir daha təkrar edirəm. Topal Teymur ədəbiyyatımızda geriyə atılmış bir addımdır demək azdır yoldaşlar. Adı özünə çox uyğundur, sənətcə topaldır. Topal Teymur kimi irticaçı, əks-inqilabçı, şovinist bir əsəri bu qədər yüngülcə damğalanmaqla keçirmək olmaz yoldaşlar. Ay yoldaşlar, axı biz Topal Teymuru 10 il bundan qabaq repertuardan çıxarmışıq. Hüseyin Cavid üçün yolunu müəyyənləşdirmək zamanı çatmış və keçmişdir. Sənət üçündür şuarı, Şuralar İttifaqının lüğətindən silindiyi halda Cavid hələ də yerə emməm, mən səma şairiyəm təfəkkürü ilə yaşayır. Sanki bugünkü həyatımızın gözəlliklərini, əməkçi insanlarını, pambıqçılarını, neftçilərini görmür. Yoldaşlar, Hüseyin Cavidin əsərlərində bir dəfədə olsun traktor sözünə rast gələ bilməzsiniz. Kolxoz sözünə rast gələ bilməzsiniz. Hüseyin Cavid düşüncə və kədərlə danışanları seyr edir. Dərindən köks ötürür. Nə etdi Şalban, mən sənə qurban.
İzdihamlı küçələr, dəzgah arxasında, pambıq tarlalarında çalışan insanlar, zəhmətkeşlərin paradı. Ani olaraq Cavid Əfəndinin gözləri önündə canlanır. İclasın sədri dillənir. Davam edin, davam edin. Yoldaşlar, mən bilirəm ki, Cavid artıq öz səhvlərini dərk etmiş və bugünkü həyatdan, bugünkü qəhrəmanları əks etdirən yeni əsərlər verəcəyini vəd etmiş. İblis xislətli hərbi geyimli adam rişxəndlə Cavidə baxıb gülümsəyir. Milli adlı zərbəçi briqada təşkil etmişdir. Yoldaşlar, 20 il ərzində neft, pambıq, mədəni inqilaba aid əsərlər yazacaqdır. O vaxta qədər ömrümüzü çürütməsinlər. Burada deyilənlər hamısı... Bir dəqiqə. Yoldaşlar, mən başa düşmürəm. Burada Cavidi az qala sosialist ölkəsinin şairi adlandırmaq kimi boş və mənasız çıxışlar edirlər. Əslində isə Hüseyin Cavid kiçik, çox xırda bir burjuva yazıçısıdır. Knyaz əsəri tamamilə xalturadır və o arxivə atılmalıdır. Sən özün bəs nə yazmısan? Necə olub teatr ayağa açıb? Buyursun, teatrın direktoru cavab versin. Yoldaşlar, Yoldaşlar! Qlavlitin göstərişi ilə Knyaz tamaşası qəti surətdə qadağan olunur. Biz onu artıq səhnədən atmışıq. Bəs başqa əsərləri? Bu barədə hələ göstəriş yoxdur. İştah diş altındadır. Söz istəyirəm. Buyurun. Mən gənc bir Bayşevik kimi Cavid yoldaşın kobud siyasi səhvlərini bugün deyil, çoxdan ifşa edirəm. Böyük sənətkar dediyiniz bu adamın hər yeni əsəri əvvəlkindən də zəifdir. Mən vaxtilə yazmışdım. Şeyx Sanan məzmunca çox zəifdir. Piyesdəki tiplər olduqca solğundur. Cavid bu tənqidimdən nəticə çıxartdı mı? Əksinə, yeni əsərlər yazmaqla mənim kimi gənc Bayşevik istedadların yolunu teatra bağladı. Məsələn, İblis. İblis nədənsə ikinci pərdədə xidmətçi ərəb qiyafəsində, yaxud üçüncü pərdədə abid sifətinə səhnəyə çıxır. Mən bunu başa düşə bilmirəm. Mən onu baş üçün yazmışam, boş üçün yox. Sakit yoldaşım. Hörmətli Cavid Əfəndi, biz hamımız sizə böyük sənətkar kimi hörmət bəsləyirik. Mən şəxsən sizin romantikanızı çox sevirəm. Amma olmazmı biraz sadə yazasız? Hamı başa düşsün. Cavid ayağa qalxır. Ya Rəbb, bəlayı eşq ilə qıl aşina məni. Füzuli necə yazıydı? Yoldaş bəlayı eşq ilə qıl aşina məni. Bir dəqiqə. Siz sadə yazın. Mənim öz yolum, öz ədəbi təhsil və tərbiyəm var. Biz hər halda həmişə sizi öz sıralarımızda görmək istəyirik. Sizdən müasir gözəl həyatımızı, Sovet adamının müsbət obrazını tərənnüm eləyən əsərlər gözləyirik. Hüseyn Cavidin otağı. Masanın üzərindəki gecə lampası ətrafı işıqlandırır. Cavid stolun üstündəki vərəqlərdən birini götürüb baxır və onu yenidən digər kağızların üstünə qoyub kresloya əyləşir. Bu vaxt iclasda çıxış edən nadürüst insanlar bir-bir onun xəyalından keçir. Kimdir bu gələn? Uzaq şərqə, Yaponiyaya vardım. Generallar, qubernatorlar mühitində dolaşdım. Bütün beyinlərə və gözlərə kin və intiqam alovu saçdım. Mən faşizm peşinə vardım. Roma generallarına qoşuldum. Pərəstişkarımız Mussolini ilə görüşdüm. Müqəddəs papa ilə kral beynində yuva yaptım. Bir kibritlə bütün başları alovlandırdım. İspanya getdikcə qarışır. General Franco mənim göstərişlərimə tabe edir. Mən faşist Almaniyasını dolaşdım. Özümüzə bir çox məsləkdaş qazandırdım. Biz faşistlərə yardım etməsək, alıb değiştirecəkdir. Yeryüzündə sülh istəyənlər müharibə tərəfdarlarından qüvvətlidir. Çünki onların arxasında xalqlar durmuşdur. Döyüş səhnəsi inqilab yurdunda deyil,
faşizm ölkələrində olacaqdır. Yaşasın həqiqi sülh və əməlcilik. Cavid qarşısındakı vərəqi götürüb cırır və yenidən yazır. Səyavuş. Səyavuş. Küskünəm sana. Kəyan Şahı nerede? Sözüm var ona. Nə söz? Hərbi ay. Şaşırdın mı sən? Ne için kavga sözü düşmez dilindən? Cəllad mısın? Səndə könül yok mudur? Məndə mi? Öyle ya. Neçin? Aman dur. Kavga sözü hoşlamam. Uca ruhlu ana. Qəlbin ne ince. Bir yaşdayız. İnsaf edip baksana. Ana değil, yalnız vurgunum sana. Sen xəstəsin. Söyle, tabibim nerede? Səndə vardır qızğın bir ərəb qanı. Etiraz alovu yakmasın sanı. Söndür o alovu, sevindir beni. Yoksa o ateşte kendin yanarsın. Mahvolurken o hoş günü anarsın. Ölümdən qorxmuyur Keykavus oğlu. Xəyanət ləkəsi daha qorxulu. Bir bu ver bana. Yeter bu zillət. Senin, hep varlığım senin. Rəzalət. Güzelliğe karşı kördü gözlerin. Bak, iyi bak. Evet. Gözəlsin. Hər yerin gözəl. Lakin əfsus, mənim gözümdə çirkin. Təhqir etsen de bırakmam seni. Çekil. Ehtirasın qara yelkəni. Sən nəsin? Bir heç, bir şərəf hırsızı. Vəhşi Suriyanın uğursuz kızı. Güzelliğe karşı kördü gözlerin. Sen hainsin. Evet, duygusuz hain. Yetişin imdadıma. Beni mahvetti uğursuz hain. Kimdi hain? Oğlum, bak işte köyneyim. Evet, bellidir. Bu çirkin lekeden xilas et beni. Ədəbi Şuranın iclası. Sakit yoldaşlar. Bir dəqiqə. İstanbul'da nəşr olunan Müsavat jurnalında Əhməd Cavadın şeirlərinin çap olunması təbii halda. Əski müsavatçı Əhməd Cavad hələ də tərk silah olunmuyub. Ben bir gənc Bolşevik kimi deməliyəm ki, biz hələ Cavadın əsərlərini lazımı qədər ifşa eləməmişik. Mən bir gənc Bolşevik kimi... Agədə, biz bəyən menşevik zadıq. Yaxşı. Göygöl hadisəsini də unutmamışıq. Əsən yerlərlə Türkiyə salam yollayan Cavad, indi də İstanbul'a çıxan Musavat jurnalının salamına cavab almışdır. İndi buyur cənab Cavad, əməkçi xalqa cavab ver. Əhməd Cavad yerindən qalxır. Göygöl şeiri öz-özlüyündə lirik bir parça olduğundan ona müxtəlif cür mənalar verilə bilər. Görəcək günlərimiz var. Bu əl arasıdır. Lakin nə Göygöldə, nə də ondan sonra mətbuatda çıxan başqa yazılarımda bilxassə 1924-cü ildən sonra heç bir siyasi məqsəd tutduğum yox. Tribunaya keçin. Şeirimin isə Türkiyəyə necə gedib çıxdığından mənim xəbərim yoxdur. Mən indi əsasən kiçik şeirlərdən böyük əsərlərə qədəm qoymuşam. Ümidvaram, əgər özümü doğrulda bilsəm, Moskva ədəbi əsəri üzərində çalışacağım. Mənim niyyətim belədir ki, Oktyabr inqilabının 20 illiyinə kimi bu əsəri təhvil verim. Odur ki, bir çox yoldaşlar burada mənim haqqımda düzgün danışmırlar. Hey, tamamilə düz danışırlar. Azərbaycan proletar və şura yazıçıları arasında sinfi düşmənçilik, xırda burja təmayülləri və Əhməd Cavadların təsiri altına düşənlərlə amansız mübarizə aparılmalıdır. Şəbax ki, Müşfiq də Türkiyə xırda burja şairlərinin və Cavadla Cavidin təsirindən çıxa bilmir. Əcəba, Cavadın şagirdi olan Müşfiq millətçi şeirlər yazdığını boynuna alırmı? Bu mənim adıma böhtandır.
Bicliyə əyan oldu cümləyə Əhməd Cavadın, yeridir sürgünə, ya salarlar türməyə Əhməd Cavadı. Cabit də ətrafında əks-inqilabçı ruhlu gənc şairləri toplayır. Onları müsavat ruhunda yetişdirir. Yox. Hüseyn Cavid Əhməd Cavad deyil. O burja məktəbində yetişsə də böyük yazıcıdır. Yadınızdan çıxmasın ki, onun Ömər Xəyyam əsəri müsabiqədə mükafat almışdır. Bu Cavid üçün müəyyən dərəcədə yenidən qurulmaqdır. Əhməd Cavad Mart hadisəsini, Musavat bayrağını məhv eləyibdir. Cavid isə öz-özlüyündə musavatçı deyil. Əksinə, musavatçılar öz ağalıqları dövründə onu təqib eləyiblər. O tapşırıqla yazmaram deyə Musavat hökumətinin himnini yazmaqdan imtina eləyibdir. Bir dəqiqə dayanın. Əcəba, siz Hüseyn Cavidi İnqilab epoxasının sənətkarımı hesab edirsiniz. Daha doğrusu, Cavidi bir